Deyirlər düzgün peşə seçimi uğurlu gələcəkdir. Ən əsası isə yaxşı qazanc yeridir desək yanılmarıq. İndi müxtəlif sahələr üzrə kadr hazırlayan peşə məktəblərinin sayı çoxdur. Müşahidələr göstərir ki, peşə öyrənmək istəyənlərin sayı günü-gündən artır. Bu dəfə yolumuzu turizm və sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinə saldıq. Öyrəndik ki, burada müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin sayı hər il artır. Bərbər, kompüter mühəndisliyi və sair peşələr indi gənclərin diqqətindədir. Burada daha çox praktiki məşğələlər keçirilir. Nəzəri dərslərlə yanaşı tələbələrə etik davranışlar, müştəri ilə münasibət, texnologiyalar, yeni trendlər, təhlükəsizlik qaydaları, sanitar gigiyena qaydaları öyrədilir. Bərbərlik xüsusi istedad tələb edir. Amma qeyd etmək istəyirəm ki, istedadı zəif olan və ya heç olmayanlar da bu işdən sıfırdan başlayıb irəli gediblər. Yəni mənim tanıdığım bir neçə peşəkarlar var bu ixtisas üzrə. Ödənişlərimiz illik 600 manat, 700 manat, 800 manat. Bizdə belədir, hansı ki tələbələrə güzəştlər olunur. Hər ay hissə ödənişi ödəyə bilər. Bu iş elə bir işdir ki, bu peşə. Sən bunu bu gün ərzində öyrənə bilmərsən, bir gün ərzində öyrənə bilmərsən. Sənin burada uğurun da olacaq, uğursuzluğun da olacaq. Artıq bu il məzun oluram. Mən bu sənətə uşaqlıqdan bəri çox böyük həvəsim var və artıq peşə məktəbində qəbul olduqdan sonra bu sənətə marağım daha da artmağa başladı. Peşə, mən deyərəm ki, ən vacib bir şeydir. Çünki indiki dövrdə peşəyə tələbat daha çoxdur. Yəni bizim ixtisasımız elə bir ixtisas ki, yəni hər bir dövrdə, hər bir zaman bu ixtisasa, yəni ölkənin hər yerində buna ehtiyac çoxdur. Dünya kimi tələblər də dəyişir və işinin peşəkarı yaxşı qazanc əldə edir. İndi əmək bazarında tələb olan peşələrdən biri də turizm sahəsi üzrədir. Öz ixtisasım turizm üzrə iaşə üzrə mütəxəssisdir. Əmək bazarında turizmçilərə tələbat çox olduğuna görə, aşbazlara tələbat çox olduğuna görə bu ixtisası seçmişəm və bu ixtisası da layiqincə öyrənməyə gəlmişəm və öz ixtisasımda peşəkar bir mütəxəssis olacam. İnsan sənətə bağlı olanda, bir şey ki, həvəslə görəndə həmin öz işimin peşəkarı olursun. Əmək bazarında tələbat çoxdur. Bütün ixtisaslarla bağlı. Azərbaycanda daha çox, daha geniş inkişaf elədiyi üçün turizmə axın, ehtiyac daha çoxdur. Əminəm ki, daha savadlı, daha peşəkar kadrların yetişməsi gələcəkdə təmin olunacaq. Hər bir insanın bir mütləq şəkildə peşəsi olmalıdır. Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi iyul ayının sonundan başlayaraq avqust ayının 11-nə kimi tələbə qəbulu müraciətini açıq elan edəcək.